tutuldum. Biznes TV-nin qaynar xəttinə bu dəfə narkotik maddə satışı ilə məşğul olan şəxslər müraciət ünvanlayıb. Bəli, düz eşitdiniz. Nə qədər gülməli eşidilsə də, bu bir reallıqdır. Qaynar xəttimizə belə bir mesaj gəlib ki, müxtəlif narkotik maddələrin adını yazıblar və qeyd ediblər ki, filan maddə qramı filan qiymətə. Almaq istəyirsinizsə bizdən əlaqə saxlayın. Biz də məsələnin nə olduğunu öyrənmək üçün, dəqiqləşdirmək üçün həmin şəxsdən müştəri kimi əlaqə saxladıq. Yəni, narkotik maddə istifadəçisi kimi danışmaq qərarına gəldik. Bir qədər danışıqdan sonra adam bildirdi ki, hara istəyirsinizsə narkotik maddəni kuryer vasitəsilə çatdırırıq və ödənişi də bizim karta eləyirsiniz. Bir qədər keçdikdən sonra həmin şəxs bizim jurnalist olduğumuzu öyrəndi və başladı bizi təhdid eləməyə. Səni tanıyıram, həmçin. Onun olduğu yerdə tutuldum. Əgər bizdən əməkdaşlıq eləməsən, sizi filan bloger reklam eləyəcək, nə bilim, anti-reklam təbii ki, mesajları paylaşacaq və s. Təbii ki, biz televiziya əməkdaşı olaraq, eksperiment olaraq bu adamdan yazışmışıq. Təbii ki, narkotik maddə istifadəçisi deyilik və məsələdən artıq Daxili İşlər Nazirliyinin də xəbəri var. Biz Daxili İşlər Nazirliyinə də müraciət ünvanlamışıq. Nazirlikdən isə bildirildi ki, Ağ ölüm adlandırılan narkotiklərə qarşı mübarizədə effektiv nəticələr əldə etmək üçün polis əməkdaşları gecə-gündüz fasiləsiz xidmət aparırlar. Daxili İşlər Nazirliyinin ayrı-ayrı baş idarə, şöbə və bölmələri tərəfindən koordinasiyalı şəkildə mübarizə tədbirləri həyata keçirilir. Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil dəstələr, onların üzvləri, narkokuryerlər, istər ölkə daxilində, istərsə də ölkə xaricində narkotiklərlə əlaqəli digər şəxslər ifşa edilir və cinayət məsuliyyətinə cəlb olunurlar. Xüsusilə qeyd edək ki, bugün narkotacirlər ənənəvi üsullarla yanaşı, müasir üsullardan da istifadə edərək öz çirkin niyyətlərini sosial şəbəkələr üzərindən həyata keçirməyə cəhd göstərirlər. Narkotik vasitələrin onlayn satışını həyata keçirməyə çalışırlar. Həmin cəhdlərə qarşı da polis əməkdaşları tərəfindən adekvat tədbirlər görülür, yeni üsul və metodlardan istifadə edilməklə həmin şəxslərin də aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində geniş miqyaslı əməliyyatlar keçirilir. İndiyədək yüzlərlə belə səhifənin aşkarlanaraq bağlanılması təmin olunub. Həmin səhifələr üzərindən satış həyata keçirən və yaxud kuryerliyə cəlb olunan şəxslər ifşa edilərək barələrində qanuna müvafiq tədbirlərin görülməsi təmin edilib. məsələ ilə bağlı Nail Kəmərli ilə əlaqə saxladıq.